Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about general compliments in Azerbaijani. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Let's get started. First one is sen çox istedadlısan. Sen çox istedadlısan. Sen çox istedadlısan. It means you are very talented. You are very talented. Sənin gülüşün çox gözəldir. Sənin gülüşün çox gözəldir. Sənin gülüşün çox gözəldir. It means your smile is beautiful. Your smile is beautiful. Sənə çox yaraşır. Sənə çox yaraşır. Sənə çox yaraşır. It means it suits you very well. It suits you very well. Sən çox mehribansan. Sən çox mehribansan. Sən çox mehribansan. It means you are very kind. You are very kind. Sənin səsin çox gözəldir. Sənin səsin çox gözəldir. Sənin səsin çox gözəldir. It means your voice is beautiful. Your voice is beautiful. Your voice is beautiful. Sən həmişə pozitivsən. Sən həmişə pozitivsən. Sən həmişə pozitivsən. It means you are always positive. You're always positive. Sən hər şeyi bacararsan. Sən hər şeyi bacararsan. Sən hər şeyi bacararsan. Sən hər şeyi bacararsan means you can do anything. You can do anything. You can do anything. Sənin bu işi həll edə biləcəyinə əminəm. Sənin bu işi həll edə biləcəyinə əminəm. Sənin bu işi həll edə biləcəyinə əminəm. It means I'm sure you can handle this. I'm sure you can handle this. Sən möhtəşəmsən, unutma. Sən möhtəşəmsən, unutma. Sən möhtəşəmsən, unutma. It means you're amazing. Don't forget this. You're amazing. Don't forget this. Hər şey çox yaxşı olacaq. Hər şey çox yaxşı olacaq. Hər şey çox yaxşı olacaq. It means everything will be fine. Everything will be fine. Həmişə sənin yanındayam. Həmişə sənin yanındayam. Həmişə sənin yanındayam. It means I'll always here for you. I am always here for you. I'm always here for you. Sənin qəlbin çox təmizdir. Sənin qəlbin çox təmizdir. Sənin qəlbin çox təmizdir. It means your heart is very pure. Your heart is very pure. Səninlə danışmaq həmişə xoşdur. Səninlə danışmaq həmişə xoşdur. Səninlə danışmaq həmişə xoşdur. It means it's always nice talking to you. It's always nice talking to you. And last one, sən əla komanda üzvüsən. Sən əla komanda üzvüsən. Sən əla komanda üzvüsən. It means you are a great team player. You are a great team player. And that's it. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Don't forget to like, share and subscribe for more useful learning tips. Sağ olun and görüşürüz. Salam everyone, welcome back to Learn Azerbaijan today.
In today's episode, I will talk about some food items in Azerbaijani. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. And let's get started. Here's a simple guide to common food items in Azerbaijani with examples. Basic food items, yani əsas qida məhsulları. For example, çörək, çörək, çörək. Çörək is bread, bread. Pendir, pendir, pendir is cheese, cheese. Ət, ət, ət is meat, meat. Toyuq, toyuq, toyuq is chicken, chicken. Balıq, balıq, balıq. Balıq is fish, fish. Yumurta, yumurta. Yumurta is egg, egg. Kartof, kartof, kartof is potato. Soğan, soğan, soğan is onion. Pomidor, pomidor, pomidor is tomato. And khiyar, khiyar, khiyar is cucumber. Second one is dairy products, yani süt məhsulları. First one is süt, süt, süt. Süt is milk. Qatıq, qatıq, qatıq is yogurt. Kərə yağı, kərə yağı, kərə yağı. Kərə yağı is butter. Şor, şor, şor is curd. For example, qatıq dolmaya çox yaraşır. Qatıq dolmaya çox yaraşır. Qatıq dolmaya çox yaraşır. It means yogurt goes well with dolma. Drinks. Drinks is içkilər. First one is su. Su, su. Su is water, water. Çay, çay. Chai is tea. Coffee, coffee, coffee is coffee. Şirə, 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 şirə is juice. Wine, wine is şərab, şərab, şərab. For example, səhər kofe içirəm, səhər kofe içirəm, səhər kofe içirəm. It means I drink coffee in the morning. I drink coffee in the morning. Some sweets and desserts. Yani şirniyyatlar. Halva, halva. Halva is, halva. Paxlava, paxlava. Paxlava is baklava. Şəkərbura, şəkərbura, şəkərbura. Şəkərbura, is traditional sweet dessert. And tort, tort, tort. Tort is cake. Pirog, pirog, pirog is pie, pie. And confet, confet, confet is candy. Example. Novruz bayramında şəkərbura və paxlava hazırlanır. Novruz bayramında şəkərbura və paxlava hazırlanır. Novruz bayramında şəkərbura və paxlava hazırlanır. It means şəkərbura and baklava. It means şəkərbura and baklava are made during Novruz holiday. Halva çayla çox gözəl gedir. Halva çayla çox gözəl gedir. Halva çayla çox gözəl gedir. It means halva goes well with tea. And that's it.
If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are the right fit for you. Don't forget to like, share and subscribe for more useful learning tips. Sağ olun and görüşene dek.